Xəbərdən xəbərə kanalına xoş gəlmisiniz. Bu dəfə sosial şəbəkələri və şou gündəmini silkələyən çox cəsarətli açıqlama ilə qarşınızdayıq. Gənc və cazibədar aktrisanın dediyi bir cümlə bəzilərini heyrətləndirdi, bəzilərini isə ciddi şəkildə qəzəbləndirdi. Bəs məşhur aktrisa nə dedi ki, bu qədər səs-küy yarandı? Detallar birazdan. Gənc aktrisadan qalmaqallı etiraf. Mənimlə yatağa girmək hər kişinin başı üçün deyil. Tənqidlər yağdı. Azərbaycan kinosu və serial sektorunun tanınmış simalarından biri, gənc və cazibədar aktrisa Arzu Abdulova növbəti dəfə verdiyi açıqlamayla gündəmin mərkəzinə çevrilib. Üç badam bir qoz, Adam filmi, Ata ocağı, Həyat sən nə qəribəsən, Cehissiz gəlinlər, Baldız və digər populyar seriallarda əsas rollarla tanınan aktrisa yeni çağa verdiyi müsahibədə şəxsi həyatı və sevgi münasibətləri barədə səmimi fikirlər səsləndirib. Aktrisanın ən çox müzakirə olunan fikri isə bu olub. Mənimlə yatağa girmək hər kişinin başı üçün deyil. Bu cümlə qısa zaman ərzində sosial şəbəkələrdə geniş rezonans doğurub. Bəzi istifadəçilər Arzu Abdulovanın bu fikrini özünə inam və qadın mövqeyi kimi dəyərləndirsə də, digərləri açıqlamanı ifrat və etikadan kənar hesab edərək onu sərt tənqid edib. Qeyd edək ki, aktrisa müsahibə zamanı yalnız bu mövzu ilə kifayətlənməyib, həmçinin münasibətlərdə səmimiyyət, qarşılıqlı hörmət və şəxsi sərhədlərin vacibliyinə də toxunub. Onun sözlərinə görə, hər kəs həyatına daxil olacaq insanı diqqətlə seçməlidir. Arzu Abdulovanın bu açıqlaması şou-biznesdə sərhədlər, şəxsi azadlıq və ictimai qınaq mövzusunda yenidən müzakirələrə yol açıb. Sizcə, aktrisanın bu açıqlaması normal idi, yoxsa həddindən artıq cəsarətli? Bu sözlər sizdə necə təəssürat yaratdı? Fikirlərinizi şərhlərdə yazın. Xəbərdən xəbərə kanalına abunə olmağı, bildirişləri aktiv etməyi unutmayın ki, ən son və qalmaqallı xəbərlərdən ilk siz xəbər